Hamınıza salam aleykum. Dostlar, nə tərsim dedirəm, yaxşısınız. Bugün sizlərlə birlikdə yeni Free Fire videosu qarşınızdayım və dostlar, fikir verdinizsə, yəni o videoya başlayanda baxın, bu səs gəldi. Free Fire'ımız adı dırı dırı dırın gəlir avda dırı dırı dırı. Düz bəlkə davada 3-cü videodur ki, video başına bu səs gəlir. Bilmirəm, deyəsən Movizen açanda mən olur. Nədən mən olur? Qaqas. Yəni vallahi heç özüm də bilmirəm niyə. Ev olur zat. Amma nəsə başımda. Baxın, nəsə dostlar, bugünkü videomuzun konusu nədir? Dostlar, birincisi bəlkə videonun ilk 3-4-5 dəqiqəsi vaxt gələ bilər, açıqlama dostlar, amma açıqlamaya qulaq asın. Yəni indi 5 dəqiqə falan açıqlamaya eləyə bilərəm. Yəni sonra da qulaq asın da keçib qoymayın. Axırlara, ortalarda da. Mən deyirdim ki, dostlar, birincisi dostlar, bax canlıdaydım. Canlıda Simba adlı bir adam vardı. Simba gəldi. İnternetim zəifdir, ən pis olan otaqdayım və internetə görə də telefon donur. Qaqaş gəl yazır, bot bəhanə zat. Aydı verdi, çaşdım aydın görənmədim də sildim. Qaqaş dedim, qaqaş təzminat işlap eləyəcəyim mi? İkinci dəfə mən heç kim üçün işləmirəm. Deyirəm, qorxma ki, qorxursansa cibə. Qaqaşa deyirəm, yaz İDV yoruma da ataq versən. Mən arvad kimi qorxsan, İDV ikinci dəfə yazsan olmaz ki. Nə oldu? Bəlkə birinci dəfə görmədim ki mən. Nəysə, bundan sonra bir dənə qaqaş var idi. Qaqaş da mənə belə deyirdi. Çox danışdı, özünü öydü. Nə bilim, belə şeylədi. Çox danışdı, özünü öydü. Poğa düşdü, rəngi dəyişdi, döyüldü. Elə bir şey dedi. İbrahimdir, nədir, elə bir şey. O qaqaşı da demişdim. Mən qıçdım, Allah ki, mənə deməksinsə. Onu sakin eləbsə, get onun qabağında oynadı. Yəni mən boş adamlar üçün özümü yormuram. Ya da ki, belə ağır söyüşlər zaten demiyorum. Təkcə deyirəm ki, gəl canlı elə şeylər yazmayın. Yəni, əgər bir elə şey olsa, atacam fisyo ilə engelləyəcəm hamınızı. Hamınızı dəyişən onları. Nəysə dostlar, ikinci bir şeyimiz də ki, odur ki, sizə demişdim ki, o gün 2 dənə video, bir dənə canlı ilə paylaşdım. Eləyənmədim, nəyə görə eləyənmədim. Həmin o gün dostlar, düz o gün həm elə bir demişdim, mayın 17-si də eləyəcəm onları. Mayın 17-si, mayın 18 və bu gün 3 gün bizdə işıq olmadı. Buna görə çəkəm mən video dedim, bəxtimə alayım. Video çəkəcəyim günə niyə düşdü? 3 gün işıq olmadı, qaranlıqda olduq və bu günlərim ustalar çağırdıq, gəldi, düzəltdilər, sağ olsun ustalar. Ələr qolay var olsun. Dayılar gəldi, düzəltdirdi. Düzəldi, işığımız, zadımız, internet gəldi. 3 gündə Free Fire girmirəm. Yəni 3 gündə Free Fire girmirəm də, yəni girirəm. O da ki, girib tez oyundan çıxıram. Baxım, yeni şeylər yazacağım. Qonşunun internetdən qoşuram. Zar qoşuram, girirəm bu etkinlikdə, baxıram, yeni şeylər zatlayacaq. Görürəm ki, gəmi fisioda çıxıram. Nəysə dostlar, heç belə və deyirdim ki, dostlar, ikinci şeyin açıqlaması budur. Üçüncü açıqlamada nədir? Kanalımızın adı Azad Bızıdır və şeyin altında istifadəsi adı Azad Bızısı 14 saat yazılır. Və dostlar, sizə demişəm, onların heç birini mən eləməmişəm. Baxın, mən kanal istifadəsi adını və kanalın adını mənim dostlarım eləyib, troll eləmək üçün eləyibmişlər. Dürük uşaqlar. Bu günlərim mən futbol şirkətinə futbol oynamağa gedirdim. Qonşu uşaqları, yəni qardaşımla dostlar da qardaşımla oynamağa gələndə gəldilər. Qardaşım deyil, qardaşım çocuk deyil. Onu sizə demişəm, onun YouTube kanalımı mən onu sənə əmanət edirəm, eşimə verib, ya da ki, gəlib video çəkmə, o deyir, yaxşı. Qardaşım da bilməyib, yəni başa düşməyib də, qonşunun oğlu gəlibdi, zındır, yaxşı videolar zadı, cici şeylər zat çəkməyib. Kanalın adını dəyişdirib, Azad Bızısı qoyub, Azad Bızısı. Yəni biz ona Brawl oynayırıq da. İstəyir, yəni mən Free Fire buraxım, bilməm, Free Fire buraxmamı istəyir, hə, Free Fire buraxmamı istəyir, çünki Free Fire zəhləmi gedir. Özə şütunda uşaq da yeni çöz, bilməklə bir həftə əvvəl dost olduq. Valideynlər təkcə mənim valideynlərimlə dost belə tanışdılar deyə gəlmişdi bizim evə. Onlar
Deyirəm ki, sən heç mənə bir həftə dost deyirsən, özə ki, mənim oyunlarımdan, oynadığım oyunlarımdan, o da Brawl Stars oynayır. Ona görə kanalımın adını gəlib Azad Bısı qoy, deyir ki, Azad Bısı qoy Brawl Stars videolar çəkmək üçün. Kanalımın adı Azad Bısı qoyub, altdakı istifadə lazım mən gözləmişdim 3 gün, dəyişəcəkdim Chaos FF qoyum. Bir də nə görüm, Zındır gəlibdi, dəyişdirib belə zad eləyibdi. Və indi adımı dəyişdirmək üçün 9 gün gözləməliyəm. 9 günə, 9 gün. 9 gün adım Azad Bısı olacaq. Yəni çox pis. 10 gündə ki, 10 gün, 11 gün hətta 11 gündən sonra da istifadəçi adı altda yazılır da belə @azad Bısı çıx 14. 10 dəyişdirmək 11 gün gözləməliyəm. Əsasən kanal istifadəçi adı da önəmlidir, amma kanal istifadəçi də adı da önəmlidir. Ona görə bu məni biraz əsəbi eləyib, çox əsəbləşdim. O uşağı nə qədər söymüşəm və küstüm deyə onunla danışmıram da. Və buna görə dostlar, ağlıma belə bir fikir gəldi. Deyə bilərsiniz ki, sən xiyarsın zat. Görürsən kanalımı dəyişib, yeni 0 kanal açıb, 0 kanal başlamı. Bir tərəfdən də istəyirəm, məncə amma olmasın. Çünki bu kanalda nə qədər bizim anılarımız var, xatirələrimiz var. Özə ki, kanalda əziyyətlə videolar çəkirəm, editlər düzəltib paylaşmışam. 189 abunəçimiz var və 200 abunəyə doğru az qalıb dostlar. 200 abunəyə son 10 abunə, 11 abunə zat qalıb. Yəni nə olar, tez abunə olun, həll eləyək bu kanal məsələsini. Və dostlar deyirdim ki, A5-ci yaxşı, bunu əslində mırta deyəcəm sizə. Aynı qulaq asın, bilin. Baxın, bu mənim üçün çox qəşəngdir. Yəni, çox rahatam, indi dəhşət çox rahatam. Baxın dostlar, mən elə bir ki, Free Fire, Brawl Stars, Roblox hesabımı sizə demişdim. 3 hesabımın da Cümali eyni Gmail ilə bağlıdır. Və mən belə bir dəyişiklik elədim və indi çox qəşəng oldu məncə. Baxın, Roblox-la Brawl Stars hesabımın Gmaili eyni Gmail olacaq. Roblox-la Brawl Stars hesabımın Gmaili ayrı Gmail və yəni Roblox Brawl Stars hesabımın Gmaili ayrı amma eyni Gmail olacaq. Free Fire hesabımın Gmaili ayrı. Elə bir yəni dostlar, mənim telefonumda 3 dənə Gmail var, 3 Gmail. Bir Gmail YouTube kanalımın Gmailidir, YouTube kanalımın, KSF kanalımın. İkinci Gmail Free Fire, bu da bu hesabımın Gmailidir. Üçüncü Gmail isə mənim Brawl Stars hesabımın, Free Fire hesabımın və Roblox hesabımın Gmailidir. Yəni belə elədim. Çünki əvvəldə pis nətərdir. Bir Gmail o boşda hesab bağlı olanda biraz pis olur nəyə görə? Yəni hər bir tərəfinə belə tutur, adamlar gəlib rahat Gmailimi görə bilərlər, amma indi siz belə olanda daha qəliz olur da. Yəni Gmail tapmazlar. Free Fire hesabımın Gmail əvvəl kimi bircədən tək Gmail ilə bağlıdır. Belə eləmişəm, daha rahatam, yəni belə daha bomba kimi deyəm məncə. Nəysə dostlar, videomuzun son Saçdım. Nəysə, bu şəkildə videomuzun konusu nə edir demək istəyirsinizsə, bu şəkildə videomuzda mən deyim, müxtəlifli olsun, üretim diyarı oynayaq. Üretim diyarı. Getdik. Çox oyunculuk xoşlayıram, qaqa, tək xoşlamam. Çox oyunculuq daha maraqlıdır. Dəqiqə, tercihlər çox oyunculuq. Rekabetçi əyləncə. Əyləncəni sevirəm, amma mənə görə rekabetçi daha önəmli, daha qəşəngdir. Kolay zor, qaqa, bizə görə hər şey zor olmalıdır, zor qoy. Cip dındırır, oyun sərt, o boş üstündə dağlar qədər güclü şey qoymazlar qabağımıza. Ya da dostlar, gəlin videomuzun amaçı olmasın, yalnız kurt olsun. Mən axırıncı dəfə belə yalnız kurt videosu düz noyabrdır, 2025-in noyabrında paylaşmışam baqa. 8 ay əvvəl paylaşmışam. Gəlin bu video yalnız kurt videosu. Amma bir dənə yalnız kurt atacağım, oynayacağım çünki hep çinməliyəm tez. Bax canım əsəbləşdim. Diğer adamlara. Neyse. Özüm xiyar adamlar üçün yoran deyiləm. İşte şifrəsə digər canlı yazdığına bax. İşte onlara qoyun neyse. Bu tur taradıq. Və dostlar, mənim indi düz həyatımda bu ömrüm boyu oynadığım
oyunlar deyim. 3 oldu oyun var. Üçünü də sizə deyirəm. Qardaşım oynadı. Daha sonra söz deyim. Qardaşım bu gün getdi kəndə. Qardaşı da gəlsə, qardaş onu istəyir bilərsiniz. Yəni qardaşım getdi kəndə düzünlüyüm. Çox yox, biraz ağladım. Sənin çünki qardaşım bir də kənddən yəni qardaşımı bir də mən bir ay sonra görə biləcəm. Buna görə yəni ağladım. Bir ay sonra görə biləcəm. Yəni mənim üçün ən dünyadakı ən dəyərli adamdır da. Yəni hamı üçün öylədir. Qardaş hamı üçün elə dəyərli bir şeydir. Sizə dedim ən oldu oynadım 3 oyun var. Brawl Stars, Roblox. 4 oyunu çəkdim. Brawl Stars, Roblox, Minecraft və Free Fire. 4'ünü də oynadım. Bir həyata bilgis comeback atmışam. Əvvəllər bu 4'ünü bir yerdə oynayırdım. Mənim əvvəllər baxın telefonum var idi. Bax. Ay bilə. Çox belə şey qaqaşdı, bu pısan qaqaşdı. Nəysə əsəbləşmədim. Udursam da vecimə deyil. Yəni əvvəllər mənim bir dənə Samsung telefon var. Yaddaşı 128 GB idi. Uşaqlığımda da. Baxın 4 oyun 4'ünü də oynayırdım. Free Fire, Brawl Stars. Deyim də 4'nə də nə vaxt başlamışam. Sizə demişəm olsa Free Fire 2019'da başlamışam. Brawl Stars'a 2020'də başlamışam. Aralarında ən oldu olan Minecraft'dı qaqa. 2018'də başlamışam. Minecraft 2013'də yəni mənim doğulduğum ildə. Mənim 2018'də başlamışam və bir dənə də Roblox amma o qədər də belə tez başlamışam 2022'də. Yəni də biraz da olsa old sayılır 4 il əvvəl. Yəni old eləməz sağlamayacaq. Birinci yerdə Minecraft'dı 2017, 18. İkinci yerdə Free Fire 2019, üçüncü yerdə Brawl Stars 2020, dördüncü yerdə də Roblox 2020. Abi çox qəribədir. Bir artır. Minecraft 2017, 2018, yox 2018 Minecraft, 2019 Free Fire, 2020 Brawl Stars. Roblox da 2021'də başlasaydım əgər tamamlardım, mən də işləmez. Görsə yəni qaqaz düzgün deyir də. Yəni nə bilim. Bu oyunlar arasında da maddi ən sevdiğin hansıdır? Ən çox oldu başladığım Minecraft olsa da indi yəni oldu neydi? O sabah şimdi otağı görürsünüz, səs gələ bilər. Anamın səsi idi o. Yemək üçün deyirəm ki, yox. Ona görə videonu dayandırdım. Neyse en sevdiğim oyun sayılmada sahip bu 4'ün arasında. 4'ün arasından başka da ümumi ben 4'ün arasında da oldu oynanan en sevdiğim birinci yer tabii ki Free Fire. İkinci yerde Brawl Stars ve Minecraft arasında kalmışam qaqa. Brawl Stars Minecraft ama təəssüf ki Brawl Stars diyeceğim. Üçüncü yerde de Minecraft, dördüncü yerde de Roblox. Roblox'a qaqa mən az deyirəm. Bizə nəsə 3-4 gündən bir deyirəm. Roblox'a o qədər az deyirəm. Brawl Stars'a hər gün deyirəm. Hər gün Brawl Stars'a 1 saat kasıram. Free Fire hər gün deyirəm 1 saat ya da 2 saat falan filan kasıram. Amma Minecraft'dakı yəni Minecraft'dakı dostlarımla oynayıram. Qaqa mən bilsiniz nə oynayıram qaqa. Dostlar baxın bax bu üçün belə xəyal eləmirəm. Mən təkcillə kim oynayıram. Yaş baxın bu üçün can tarma eləyir. Can nə deyirəm. Bu üçün can tarma eləyir. Kəstimə əlimi görə qalıram təkcillə. Yaş bax bu üçün tarma eləyir. Gəl Allah qıca internetin ən pis tutduğu yerdə sabah da olsa video çəkdim. Video çəkəndə vecimə də deyir kim olmasın. İnternet ən yaxşı olan yerində çəkəcəm. Mənim abijliklərim doludur. Bayaqda canlıda gördük nə qədər abijnikimiz var. Bir də deyirəm dostlar YouTube kanalımızın yəni profilini yenə dəyişib klasifə qoymuşam. Çünki bilmirəm azad bılsınız. Yəni azad bılsın dostlar. Ya iki şeydən birini eləyək. Ya gözləyin 10 gün gözləyin 10 gündən sonra kanaldan dəyişək. Ya da ki elə kanaldansa yeni kanal açaq yeni kanalda davam eləyək işte bundan sonra. Amma yeni kanala başımıram dostlar. 10 gün gözləyəyin. 10 gündən sonra bax belli olarsın. 10 gündən sonra adım dəyişən eləyər lazım deyil.
Amma dostlar, mən videonun adını açıqlama qoyacağam. Yazım açıqlama video. Heç aha baxmazsınız. Mən açıqlama video yazsam hamı baxır. Amma nə bilim, şey videosu yazanda da baxırsınız. Amma əylənib baxırsınız. Nə bilim, keçirsiniz bura. Amma açıqlama yazsam sona qədər baxarsınız. Videonun başlığına qoyacağam ki, açıqlama videosu. İlk başdakı o açıqlamanızı eşitmək üçün bilməlisiniz. Bir anlı sıkıntı o qədər deyərsiniz, baxarsınız. Yalnız mən özüm sımırt oynayıram. Və dostlar, mən ən alt firfar baxdığım youtuberlardan biri isə Hakai TV-dir ya. Hakai TV. Ördük FF bunlar. Ördük FF bayaq gördüm, bu YouTube'a girdim özü ya, TikTok'da gördüm. Girdim. Baxın dostlar, mən sizə deyim də, mən bu mahnını ilə el düzəltmək istəyirəm. Bir dənə TikTok'a girib göstərəcəm, TikTok'a girib göstərəcəm. Və bu nə deməkdir qaqa? Mən bunları alacağım, 21-ə gedir, birsin gedir qaqa, mən bu təcili tez almalıyım, buradakı paltarı. Bunu alamamışam, mən hələ də, boyum yerə soxsunlar mən. Və mən gözləyən dostlar, video bitdən sonra bu el rahat alaram bunu. Bu nədir, bax bu nədir, bu ikisi. Necə tərcümədən baxarım. Baxın, sizə indi göstərim hansı mahnılar çox xoşum, oldu mahnı olaraq. Baxın dostlar, TikTok'a girmişim, gördüyünüz kimi. Bax, bu 2023 funkudur və çox old funkdur. Free Fire videolarında bu funk o vaxt baxdığımda çox izləndi və indi Hakai TV-nin ən çox məşhur olduğu. Nə qədər Free Fire YouTuber'da bu mahnı işlədilər. Old vaxtlarda bu mahnı məşhur oldu. 1 milyon, 2 milyon like aldı. Mən bu işlətmək istəyirəm. Bu mahnını başdan qoşuram. Yəqin bilərsiniz. Bilənlər bilər, bilməyənlər də nəsə demirəm. Amma oldu mahnıdır, bilərsiniz. Başdan qoyuram və çox xoşuma gəlir bu mahnı. Yanında Ronaldo editidir. Düzən bu mahnı Ronaldo editində də orada da baxın 2023 sonrasında 2022-də çıxıbdı. Çıxıb 2023-də çıxıb amma məşhur oldu və 2023-dür mən bilən. Başqa qaqa bilirsiniz nə var? Nə də yazmışam. O yetim mahsunu da buraya yazmışam mən. Ne deyəcəyimsə, bu mahnı çox qəşəng. Lord Enzo bu da 2024 çox qəşəng mahnı bu da. Dostlar, bu mahnıdır və bu da zordur. Funkov Suffering adlı bir dənə. Bu Dominant çox yaxşıdır da. Funkov Dominant da yaxşıdır. Baxın bu. Təhsil paylaşdım. Nəysə dostlar, oyunumuza geri dönəyin. Oyunumuza. Orada da Vasal'dan sonra məhlədi yedim. O söyüşlər yəqin gördünüz. Nəysə, qaqa bir dənə gözləyim, gəlim. Nəysə dostlar, videonun da artıq sonuna gələk yavaş-yavaş. Sağ olun dostlar. Və yorumlara bunu yazın. Siz də kanalımızı dəyişdirək. Yeni kanal açaq. Yoxsa 10 gün gözləyək bu kanalda qalaq. Amma 10 gündən sonra kanalımı dəyişdirib belə davam edək. Şeysə necə olsun. Nəysə, bu günlük videom bura qədər. Yəni elə bilməyin, adım Azad Bılsıdır deyə Brawl Stars videolar gələcək. Yəni Brawl Stars videolar, Brawl Stars təbii ki buraxmamışam, həyatda buraxmaram. Amma yəni demək istəyirəm ki, elə bilməyin Brawl Stars yəni videolar gələcək burada. Açıqlamaya da baxa bilərsiniz KSF, yəni KS, yəni Free Fire videoları. Yəni Free Fire hələ də yəni oynayıram. Bu yandan çaşıb burada bu indirilənlərdən sildim əşyalar zadı burada. Baxın burada. Ona görə bu çaşdım əşyalarımı sildim. Mağazadakı heç bir şey indirməmişəm. Baxın bunlar zaten indirili deyil. O indiriliymiş. Nəysə dostlar, sağ olun. Bu videoda görüşərik. Görüşərik.